Təlim proqramı 2 hissədən ibarət olub. Birinci sessiyaya dövlət qurumlarında çalışan gənc əməkdaşlar, ikinci sessiyaya isə Gənclər və İdman Nazirliyinin könüllüləri cəlb edilib. Araşdırmaçı ekspert Məhbubə Mehdiyevanın apardığı təlim sessiyalarında gənclərə zərərli vərdişlərin yaranma səbəbləri, psixoloji faktorlar, sosial çevrənin və ətraf mühitin təsiri barədə ətraflı məlumat verilib. Təlim zamanı vurğulanıb ki, zərərli vərdişlər yalnız psixotrop maddələrlə məhdudlaşmır. Onlayn mərci oyunları, rəqəmsal asılılıqlar və fərqinə varılmadan gündəlik həyata daxil olan digər riskli davranışlar da ciddi təhlükə mənbəyidir. Xüsusi olaraq diqqətə çatdırılıb ki, ətraf mühitə laqeyd münasibət, təbiətin çirkləndirilməsi də zərərli vərdişlərin bir formasıdır və bu davranışlar həm fərdi, həm də ictimai sağlamlığa birbaşa təsir göstərir. Hər zaman Azərbaycan dövlətində birinci ümdə vəzifə gənclərin sağlamlığı, fiziki və mənəvi sağlamlığı əsas vəzifələrindən olub. Bugün də Naxçıvanda görüşümüzün əsas məqsədi gənclərlə görüşüb, onların sağlamlığını, mənəvi sağlamlığını təmin etməkdir. Bu bizim Naxçıvan gənclərindən ilk görüşümüz deyil və sevindirici haldır ki, hər dəfə də onlarla görüşdə biz xoş təəssüratlarla ayrılırıq. Ümid edirəm ki, Azərbaycan gəncləri daim sağlam, gümrah və özünə inamlı, zərərli vərdişlərdən uzaq, bütün sağlam vərdişlərlə həyata və dünyaya inteqrasiya edərlər. Samiq Nuriyev, Təxminə Babayeva, Cəmil Məhərrəmov, NTV Xəbər.